Şamaxı rayonunda 50 yaşlı kişi həyat yoldaşına işgəncə verməkdə ittiham edilib. Telegrafın əldə etdiyi məlumata görə 1976-cı il təvəllüdlü İlyas rəsmi nikahda olduğu arvadı Gülsümü birlikdə yaşadıkları müddət ərzində mütəmadi olaraq döyüb, güclü fiziki ağrı və psixi istirablarla müşayiət olunan hərəkətlər edib. O, 2009-cu ilin yay aylarında yaşadığı Şamaxı rayonunun kəndində yerləşən fərdi yaşayış evində arvadının onun siqaretini gizlətməsini bəhanə edib ona əzab vermək məqsədi ilə siqaret paçkasının içərisində olan siqaretləri yandıraraq onun əllərinin üzərində söndürüb. Növbəti dəfə İlyas qadına oxşar hərəkətləri 2010-cu ilin fevral ayında törədib. O, aralarında yaranmış mübahisə zamanı arvadını yaşadıkları evin həyətindəki pilləkəndən itələyərək ona xəsarətlər yetirib. Bundan əlavə İlyas 2013-cü ilin yay aylarında yaranmış mübahisə zamanı fincanla qadının sağ qolundan vurub, 2018-ci ilin sentyabr ayında isə yaşadıkları evin həyətində aralarında yaranmış mübahisə zamanı ağacla başının sol tərəfindən vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Bundan sonra o, 2023-cü ilin yay aylarında həyətdə heyvanları sulamaq üçün dəmirdən su axırı düzəldən zaman zərərçəkmiş şəxsin dəmiri əyri qoymasını bəhanə edib, əlində olan dəmir parçası ilə onun sol qolundan zərbə yetirib. Daha sonra o, arvadına qarşı bu əməli 2024-cü ilin avqust ayında törədib, heç bir əsaslı səbəb olmadan qadınla mübahisə edib, yumruqla dodaq nahiyəsindən zərbə vuraraq onu döyüb. Sonuncu dəfə 2025-ci ilin martın 2-sində həyat yoldaşına işgəncə hərəkətləri edib. O, həmin gün saat 13 radələrində yaşadıkları evdə olan zaman Gülsümün onun mobil telefonunu götürülməsi səbəbindən aralarında mübahisə yaranıb, mübahisə zamanı qadının baş nahiyəsindən 2 dəfə zərbə vurub, mobil telefonu qaytarmadığını görən kişi arvadına xəsarət yetirmək və mobil telefonu almaq məqsədi ilə yerdən götürdüyü baltanı ona tərəf atıb, balta qadının sol diz nahiyəsinə dəyməsi nəticəsində xəsarət alıb. İllərlə əri tərəfindən işgəncələrə məruz qalan qadın sonda dözməyib və hüquq mühafizə orqanlarına şikayət edib. İlyasın barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı əzab vermə, işgəncə verməklə törədildikdə maddəsi ilə ittiham elan edilib. Məhkəmədə ifadə verən İlyas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həyat yoldaşı Gülsüm ilə 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladı var. Hər bir ailədə olduğu kimi ara sıra mübahisələrimiz olub. 2025-ci ilin martın 2-sində günorta saatlarında evdə olan zaman həyat yoldaşım mənim sosial şəbəkədə başqa qadınlarla yazışmaqda şübhələndi, mənimlə mübahisə etməyə başladı və anidən telefonumu əlimdən alaraq həyətə doğru getdi. Gülsümdən telefonumu qaytarmasını tələb etsəm də buna əməl etmədi. Üstünə qışqırandan sonra telefonu qaytardı, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Gülsüm ondan pul istəyib və evdən gedəcəyini bildirib. Sonra gördüm ki, Gülsüm pulu götürüb, paltarlarını və sənədlərini götürərək kiçik qızım ilə evdən çıxıb. Zənn etdim ki, qardaşıgilin evinə gedər və qayıdar. Sonradan isə mənə polisdən zəng gəldi. Bundan sonra bildim ki, məndən polisə şikayət edib. Zərər çəkmiş şəxsin polis şöbəsində bildirdikləri, yəni ailə həyatı qurduqdan sonra onu mütəmadi olaraq döyüb, işgəncələr verməyim yalandır. Sadəcə 2025-ci ilin martın 2-sində evdə olan zaman sosial şəbəkədə başqa qadınla yazışmağımdan şübhələnib, telefonu götürərək qaçdığı üçün aramızda mübahisə yaranıb, lakin həmin vaxt Gülsümü vurmamışam, deyə təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsində keçirilən prosesdə
belə söyləyib. Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, həmin ifadəsində göstərib ki, əvvəllər ara-sıra mübahisələri olan zaman arvadı Gülsümə 1-2 şillə vurub. Bir dəfə Gülsüm səhlənkarlıq edərək çaynıqı qaynatdı. Qaynar su oğlumun üzərinə töküldü və onun bədəni yandı. Buna görə Gülsümü döydüm. Eyni zamanda arabir ailə mübahisələri zamanı Gülsüm məni əsəbləşdirdiyi üçün onu döymüşəm deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxsin əlində siqaret söndürməyi ilə bağlı söylədiyi fikirlər yalandır. Yəni, zərərçəkmiş şəxsin ifadəsində bir neçə il bundan əvvəl onun siqaretini gizlətdiyi üçün əsəbləşərək anasının evində onu döyməyim, öz evimə gətirməyim və evdə olan zaman bir paçka siqareti bir-bir yandıraraq onun əlinin üzərində basaraq söndürməyim, qalan 4 ədəd siqareti isə onun dilinə basaraq söndürməyimi bildirsə də, həmin söylənən fikirlər yalandır. Mən heç vaxt onunla bu məzmunda mübahisə etməmişəm və onun əlinin və dilinin üzərinə siqaret basaraq söndürməmişəm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə zərərçəkmiş şəxsin ifadəsində təxminən 2 il bundan əvvəl həyətdə heyvanları sulamaq üçün su axırı düzəldən zaman onun əlindəki dəmir parçası ilə döyməsi və sol qolundan vuraraq ona xəsarət yetirməsi barədə dedikləri yalandır. Mən heç vaxt Gülsümü səbəbsiz yerə döyməmişəm və işgəncə verməmişəm. Heç vaxt onun əlində şnur parçası ilə vurmamışam. Sadəcə olaraq sonuncu dəfə aramızda mübahisə olduğundan hesab edirəm ki, Gülsüm barəmdə böhtan xarakterli şikayətlər edib, Gülsümün bədəni üzərində olan xəsarətlərin bir çoxu mənimlə ailə həyatı qurmamışdan əvvəl evlərində yaranıb. Bundan əlavə Gülsümün əlinin üzərində olan izlər isə siqaret izləri deyil. Sadəcə olaraq onun əlinə ləkə düşüb. Bir dəfə isə o yıxıldığı üçün baş nahiyəsindən xəsarət alıb deyə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edib. İş üzrə zərərçəkmiş Gülsümün ifadəsinə görə 2008-ci ildə İlyas ilə ailə qurub və birgə nicahdan Ruhiyyə, Əfsun və İslam adlı 3 övladı olub. 2025-ci ilin martın 2-sində evdə olan zaman İlyasın kiminləsə telefonla yazışaraq gülümsədiyini gördüm. Buna görə də onun telefonunu gizlin şəkildə götürərək baxdım. Bundan sonra yazışmaları ona göstərdim. Buna görə aramızda mübahisə yarandı. İlyas əlimdən telefonu alaraq heç kimlə yazışmadığını bildirdi. Lakin İlyasa sübut etmək məqsədi ilə telefonu onun əlindən alaraq həyətə qaçdım və qaça-qaça onun yazışmalarını girərək bəzi yazışmalarının şəklini çəkdim. İlyas da arxamca qaçdı. Mən qorxduğum üçün onun telefonunu yerə atdım. Bundan sonra paltarlarımı, sənədlərimi götürərək qızım ilə birlikdə evdən getdim deyə Gülsüm ifadəsində göstərib. Zərərçəkmiş deyib ki, aralarında mübahisə baş verən zaman övladları da evdə olub. Həmin gün mübahisə zamanı və eyni zamanda əvvəlki dövrlərdə ərim məni döyməyib, heç bir xəsarət yetirməyib. Bədən səthimdə olan xəsarətlərin müxtəlif şəraitlərdə əlimin sobaya toxunması, ayağımın daşa dəyməsi və digər bu kimi hallarda baş verib. İbtidai istintaq zamanı ərim tərəfindən mütəmadi olaraq döyülməyim ilə bağlı ifadələri qardaşımın təkid etməsi nəticəsində vermişəm, lakin həmin ifadələr həqiqət deyil. Baş vermiş hadisədən sonra İlyasla barışmışam deyə zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində
göstərib. Qadın ibtidai sınaq zamanı verdiyi ifadəsində isə əri tərəfindən işgəncələrə məruz qalmasını etiraf edib. O, həmin ifadəsində göstərib ki, İlyas ilə ailə quran zaman əvvəllər münasibətləri yaxşı olsa da, sonradan onu mütəmadi olaraq evdə döyüb, ona işgəncələr verib. Bu cinayət işinə Şamaxı rayon məhkəməsində baxılıb və İlyas 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin barəsində Konstitusiya və suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib və o təyin edilmiş cəzadan azad edilib.